Hamıya salamlar olsun. Hamınızı xoş gördük. Yeni bir gündə bugün dedik uşaqlar da evdədirlər. Hələ ki bayram günləridir. Uşaqları aparaq Gəncə Kukla Teatrına. Yeni ildə də getmişlər. Düzdür biz əslində heç vaxt aparmamışıq, amma bu yeni ildə dedik aparaq. Atalar apardı Rənanla Məlikəni. Çox xoşlarına gəldi. Ona görə dedi indi Novruz bayramında da aparaq. Qəşəng oldu. Yaxşı ki də apardıq. Mən də getmək istəmirdim ki Sara orada birdən oturmaz. Yeni ildə getməmişdim. Amma yoldaşım dedi gedək heç nə olmaz. Narahat olsa yarımçıq çıxarıq. Getdik də yaxşı ki də elə getdim. Çox da yaxşı. Sara oturdu, sakit baxdı, heç də narahat eləmədi. Biz də ona görə sakit oldu, baxa bildik biz də. Hə. Sasına. Tamaşa burada bitdi. Biz artıq gedirik evə. Amma çox yaxşı oldu. Yaxşı ki də gəldik. Mən artıq neçə illərdir uşaq vaxtı papa apardığı idi belə tamaşalara. Heç yekələndən sonra adamın marağı olmur, getmir. Amma yaxşı ki uşaqlarla gəldim. Çox xoşum gəldi. Bundan sonra inşallah nə vaxt burada tamaşa olsa gələcəyik inşallah. Uşaqlar da gətirib gəlib baxacağıq. Sonra da uşaqlar belə Kukla Teatrının qabağında belə oynamaq üçün yer var uşaqlar üçün. Orada o biraz oynadılar, gəzdilər. Elə dedim qoy Sara da gəzsin, yorulsun ki elə evə gedən kimi də yatsın. Beləcə oynadılar. Sara da həmişəki kimi yanımdadır, qoymur səs yazım. Səs eləyir. Yaza bilmirəm. Axşamlar uşaqlar yatandan sonra səs olur, ona görə yaza bilmirəm. Belə də gün ərzində səs yazanda Sara həmişə mənim yanımdadır. O qoymur ki, mən tək olum. Gözündən itən kimi
başlayır məni axtarmağa. Ona görə onunla yazası olam, səs olur, Saranın səsi düşür, nəsə səs eləyir. Ona görə üzürlü sayın. Burada da artıq gəldik evə. Saranı yatırdım, uşaqların yeməyini verdim. Özüm də otdum, bir stəkan çay içim. Qızlara da dedim, biraz ortalığı əl gəzdirsinlər. Səmənilər də artıq yığdım, saralıblar. Neçə gündür, artıq 10 gündür hardasa almışıq. Dedim, artıq qoyum. Bu vlogu izlədiyiniz üçün çox sağ olun. İnşallah gələn vloqlarda görüşərik. Sevə-sevə izlədiyiniz bir vloqlar olar inşallah. Çox sağ olun.